Qablaşma işi var yoldaşlar. Daha dəqiq desək, qablaşdırma və aksesuarlar üzrə mütəxəssis işi var. Digər bir adı ilə qablaşdırma nəzarətçisi işi var. Deməli, yoldaşlar, bu iş kimlər üçündür? Tikiş və ya yüngül sənaye sahəsində təcrübəsi olanlar üçündür. Qablaşdırma şöbəsinin işinin düzgün təşkilini həyata keçirə bilən şəxslər üçündür. Sürətli və dəqiq işləmə bacarığı olanlar üçündür. Komandada işləmə qabiliyyəti olanlar üçündür. Detallara diqqət və məsləhətli olan şəxslər üçündür. Səliqəli və nizam-intizamlı işləmə bacarığı olan şəxslər üçündür. Bakı şəhərindən də fabrikə, şirkətin nəqliyyat xidməti mövcuddur yoldaşlar. Əmək haqqı da müsahibə əsasında bəllidir. Stabil iş mühitidir. Rəsmi əmək müqaviləsi var. Hökməlidədir. Daha doğrusu Lövhətan qəsəbəsindədir bu iş yoldaşlar. Belə bir işə müraciət edə bilərsiniz. Sizin əsas vəzifəniz yoldaşlar, işçi və gündəlik geyimlərin keyfiyyətinə nəzarət etməkdir. Düzgün qablaşdırılmasını və aksesuarların etiket, düymə, fermuar düzgün tətbiqinin təmin etməkdir. Yəni, belə deyim də, nəzarət edirsiniz orada. Bir var paketləmənin özü, bir də var paketləyənlərə nəzarət edirsiniz. Və fikir verdinizsə də ciddi şərti yoxdur. Ona görə də rahatlıqla bir çoxunuz, xüsusilə də bu sahədə təcrübəsi olanların müraciət etməyə və yaxud da rəhbər şəxs qismində iştirak edənlər oldusa, müraciət edə bilər bu işə. Bu işə də müraciət etmək üçün CV-niz olmalıdır yoldaşlar. CV ilə müraciət etməlisiniz. Qeyd edim ki, bu işə də müraciət etməkdə dəstəksə və yaxud da digər işlərlə də tanış olmazsa, ümumiyyətlə iş tapmacı səsini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi siz bu videonu YouTube-da görürsünüzsə, videonun altında qeyd olunur. Yox, əgər siz bu videonu TikTok-da görürsünüzsə, o halda bu videonun adının altında Toğrul Əzizov sözü yazılıb. Həmin o sözü toxunaraq Toğrul Əzizov adlı TikTok kanalına daxil ola bilərsiniz. Kanala daxil olduqdan sonra da diqqət edərsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.